Tövbənin həddi və yaşı yoxdur. Neçə yaşda istəsən tövbə edə biləcəksən. Yetər ki, tövbə elə. Hədislərdə qeyd olunur ki, tövbə edin. Tövbə ilə özünüzü təmizləyin ki və ya ətirləyin ki, cəhənnəmin pis qoxusu sizi rüsvay etməsin. Və qorxun o gündən ki, günah üstə əcəl sizi yaxalasın. Bu çox ağır bir dənə, məsuliyyətli bir dənə işdir. Ona görə nəfsin insana vurduğu zərbəni heç kim vura bilməz. Mən bunu Ramazan ayında çatdırmaq istəyirəm ki, Allah Rəsulu Ramazan ayında şeytanlar zəncirlənər deyərkən, sonra buyurur, bəs onda insan niyə günah edir? Ramazan ayında şeytan zəncirlənirsə, insan Ramazanda da günah edir. Niyə? Düşündürücü sualdır. Deməli, cavab budur. Bəsit bir cavab. Əgər Ramazan ayında şeytan zəncirlənirsə, günahı niyə edir? Nəfs azaddır. Deməli, nəfs üçün Ramazan yoxdur. Əgər insan Ramazanda və qeyri-Ramazanda, Ramazandan əlavə öz nəfsini saflaşdıra bilirsə, nəfsini qoruya bilirsə, nəfsinə hakim kəsilə bilirsə, o zaman şeytan il boyu zəncirlənir. İnsan iki qütb arasında yaşayır. Biri ağıldır, ikincisi nəfsdir. Zaman zaman ağılla nəfsin mübarizəsi olur. İstəyir biri digərinə qələbə çalsın. Ağıl zəifləşəndə nəfs gəlib o yerdə oturacaq. Günah çox vaxt ağlın yox, nəfsin qalib gəldiyi anda baş verir. Tövbə insanın öz ağlının bir meyarıdır. Ağlının qaydışıdır. İnsan əgər günahdan qayıda bilirsə, deməli ağlı yerindədir. İdraki yerindədir, ruhiyyəsi yerindədir. Yox, əgər ağıl aradan gedirsə, o heç zaman tövbə haqqında düşünə bilməyəcək. Nəfsin vurduğu zərbələr çoxdur. Əl-Bəqərə surəsinin 222-ci ayəsində Allah Teala bir neçə şəxsləri sevdiyini bəyan eləyir. İnnəllâhə